Ya bizə qul olarsınız, ya yox olarsınız. Azərbaycanda yox etməkdə olduğumuz yerli xalqlara müraciət. Hamınız bilirsiniz ki, Əliyevlər hakimiyyətinin Azərbaycanda qüdrətə çatmasında biz Paşayevlərin, xüsusən mən, Mehriban Əliyevanın müstəsna rolu var. Məni zəmanənin diplomat qadını olaraq Sarı Xatuna bənzədə bilərsiniz. Ərim İlhamım Anglosakslarla ittifaq halında ikən mən vitse-prezident səlahiyyətlərimdən sui-istifadə edərək Katolik Vatikan papası ilə ittifaqımı gücləndirmişəm. Bu səbəbdən Azərbaycanda paralel qüdrətə çatmaq üçün siz yerli xalqları zəif salmağa üstünlük vermişəm. Hər hansı bir mədəniyyəti məhv etmək istəyirsinizsə, 3 yol var. Ailəni məhv etmək, təhsili məhv etmək və nümunəvi şəxsləri alçaltmaq. Ailəni məhv etmək üçün ananın rolunu azaltmalı, onu evdar qadın statusundan utanmağa məcbur etməlisiniz. Təhsili məhv etmək üçün müəllimə qarşı çıxmalı, onu cəmiyyətdə əhəmiyyətsiz hala salmalı, tələbələrinin onu hörmətsizlik etməsinə qədər alçaltmalısınız. Nümunəvi şəxsləri məhv etmək üçün alim və düşünənlərə hücum etməli, onların şərəfini ləkələməli, onların etibarını şübhə altına almaq və heç kimin onları dinləməməsi və onlara tabe olmaması üçün onları aşağılamalısınız. Əgər diqqətli ana yox oldu, sadiq müəllim yox oldu və nümunəvi şəxslər alçaldıldısa, o zaman dəyərlər əsasında gəncləri kim tərbiyə edəcək? Bu səbəbdən qadınları ailədən almaq üçün qızlarım, sərvətlərinizi öz keyf məclislərində talayarkən mən fəhişəxanalar açaraq xaricdən gələnlərə sizin qız və qadınlarınızla keyf məclisləri verib onların da dəstəyini ardıma almışam. Əvəzində həmən qadınlar milli mənəvi dəyərlərdən uzaq düşüblər. Atam Arif Paşayevlə yaltaq və xain ziyalıları önə çəkərək Nəsimi, Nizami, Füzuli kimi şəxsiyyətləri meydandan rədd etmişik. Universitetlərə növbəti ilin payızında qəbul olmaq istəyənlərdən ilin başlanğıcına qədər rüşvət verənləri irəli sürərək təhsil sistemini biliklilərdən deyil, sərsərilərdən qərar vermişik. Artıq güc sahibiyik. Xalqı o qədər günaha sürükləmişik ki, Allah belə öz qanunlarına görə onlara yardım etmir. Biz ailəlikcə necə əyyaş, pozğun bir ailə isək, milləti də narkotik və pozğun televiziya ilə özümüzü oxşatmışıq. Neçə deyir sizin Quran? Xalq hakiminə layiqdir. Hə, ölkənin bizə görə təhlükəsizliyini təmin etmək üçün təhvil verdiyimiz cühud qudalarımızda bütün baş bilən qeyrətli kişilərinizi zindana atıb. İndi xanımlara da növbə çatıb. Biz tək bütüblü dünyanın, Amerika Siyonist idarəçiliyinin tərəfindəyik. Ya bizə qul olarsınız, ya yox olarsınız.